Hər kəsə salam. Necəsiz? Deməli, bu gün ayın dekabrın 17-sidir. Hal-hazırda növbəm sıram çatıb. Üzü Türkiyə tərəf gedirəm. Gedim inşallah gömrükdə canlı növbəyə çatım. Orada gözləyəcəm. Mən buralarda həmişə yağmalar düşürəm. Gedim gömrüyə çatım. Gömrüyün qarşısında canlı növbə olacaq. Orada dayanacam. Keçək Trabzona. Oradan yükümüz var. İnşallah Moskvaya. Belə çəkilişdən xoşunuz gəlib. Ona görə də çalışacağım yenə bu vlogda çəkilişimi belə eləyim. Ki sizin ürəyiniz olsun. Yəni sözümün canı yolumuz Trabzonadır. Gömrüyü keçən kimi Trabzona keçəcəm. Dünəndən məni gözləyirlər yükləməyə. Çünki növbədə idim. Növbə yaxşı işləmədi. Yəni gömrüklər yaxşı işləmədi biraz. Ona görə gecikmişəm. Məni gözləyirlər. Çatan kimi yükləyəcəklər. Gömrüyü keçən kimi Xaldin kodlayacam. -18 qoyacam ki, ora çatana qədər rejim yığsın, soyusun içərisi. Ne bilməm, görüntü nətərdir. Çünki həmişə telefondan baxıb sonra bir şey eləyirdim. Bu səfər baxmadım. Xırda gedirəm. Belə görüntülər çəkmək üçün bəzi şeylər zakaz elədim Temudan. Çiyinə taxmaq üçün kamera, boyuna taxmaq üçün, kameranı taxmaq üçün də aksesuarlarını zakaz eləmişəm, sifariş eləmişəm ki, görüntülər daha fərqli olsun. Deməli, Gürcüstanda sırada dayanmaq necə olur? Gəlirsən, parkları var burada. Harasa bir 6 dənə yoxsa 7 dənə, 5 dənə belə bir park var. Həmin parka girdiyin zaman sənə çek verirlər, növbət çeki. Orada sənə sıran yazılır. Sıram internetdən tır park deyib axtarış verəndə rs.c belə bir səhifə gəlir. Ora girirsən, oradan sırava baxa bilirsən. Parkdan çıxdığın zaman fərqiyyatı yoxdur. Neçə gün qalmısan. 80'ları, 80'ları pul ödəyirsən. Çıxırsan parkdan. Parkdan çıxandan sonra yenə dediyim kimi gəlirsən Sarp gömrüyün qarşısına, orada canlı növbədə dayanırsan. İndi hal-hazırda mən oraya doğru gedirəm. Mən dayandığım parkdan bu birisi parkların məsafəsi çoxdur. Və hələ bu parklar, burada da parklar var. Bu parklardan sonra da şey olur. Neydi onun adı? Parklardan sonra gömrüyə gedən yol başlayır. Və buraların hamısı parklardır. Burada kazino falan var. İstəyən sürücülər oynayırlar. Həm otellər var, hamamlar var. Parklardır. Burada maşınlar hamısı dayanıblar. Bu ilin yəqin ki son vlogu, yox, son vlogu olmayacaq. Hələ davamı da olacaq. Çünki mən Moskvadan da geri qayıdacağam. Bu il sonuna qədər inşallah çalışıram ki reisimi tamamlayayım. Çünki yeni ili evdə keçirmək istəyirəm. Qardaşım uşaq olub, oğlu olub. Adı da Ronaldo'dur. Onun ilk yeni ilidir. Onunla bərabər keçirmək istəyirəm yeni ilimi. Ona görə çalışacağım ki yeni ilə qədər gəlib çatdırım. İnşallah. Yolcu yolunda gedək çataq gömrüyün qarşısına. Orada da yəqin bir saata yaxın sırada dayanacaq. Ondan sonra keçərik. İndi gəldik canlı növbəyə. Orada gömrükdür, Sarp gömrüyü. Qabağında yəqin ki bir 10 dənə, 15 dənə maşın var. Ona gözləyirəm. Yavaş-yavaş gedəcək qabağa inşallah. Qəşəng hava var. 12 dərəcə plusdur. Burada Qaradəniz sahilidir. Deməli belə qardaşlar, gömrükdən çıxdım. Azərbaycan saatından 14:23, Türkiyə saatından 13:23'dür. İndi yolumuz Trabzonadır. Trabzona çatmamış 165 kilometrdə qapıdan. Trabzona çatmamışdı. Onlar mənə gözləyirlər. Gedək ora çataq yükləmə yerinə. Yükləsinlər. Xaladenikdə qoşmuşam, -18 qoymuşam ki, ora çatana qədər xaladenik içərisi buz kimi olsun. İnşallah ki, hər şey yerində, qaydasında olacaq. Bura Qaradəniz sahilidir.
bilmirəm. Amma maraqlıdır. Bu qaydanda 6 saat sırada dayandığım yerdir bura. Bir də bu sıranı düzəldə bilsəydilər əla olar. Bu qədər sıra olmazdı. Görək, yaxşı olar inşallah. Gedək çataq ora tez yükləsinlər, gələk limana girək, rahat olar. Mən yükləyəcəyim yük Skaraportdur, öncəlikli yüklü. Amma bu Jiboy 37 keçəcək qədər öncəlikli deyil. Məcburən bu növbəni dayanırıq. Məcburən bu növbəni dayanırıq. Yoxsa birbaşa gömrüyün qapısının ağzına qədər geçsəydi daha yaxşı olardı. Bilmirəm, gün ışığı pat-pesə düşür, yol necə görsənir. Amma mənim zənnimcə yaxşı görsənər. İstədim bu anlara siz də şahid olasınız. Baxın, orada bulud yoxdur. Burada buludlar biraz var və yağış yağır. Bu Trabzon bölgəsi, Qaradəniz bölgəsi yağışlı yerdir. Tez-tez yağışlar yağır. Ani yağır, dayanır. 30 saniyə heç yağmadı, dayandı artıq. Mən də gedirəm, yolum nə qədər qalıb? 61 kilometrdən sonra dönəcəm. Obşi 74 kilometrim qalıb. Xaladiyyə artıq rejimi yığdı, sakitləşib, aborotdan düşüb. Gedək çataq ora tez yükləsinlər, qaydaq geriyə. Ya Trabzon limanında gömrü işlər olunacaq, Zatamoşka, ya da burada Hopa limanında, dəqiq bilmirəm. Görək xeyirlisi. Yolumuz belə sakitdir. 3 palasa, 2 palasa yoldur. Türkiye'nin yolları ümumiyyətlə mənim ən bəyəndiyim yollardır. Bütün yollar işıqlıdır, qaranlıq demək olar yolu yoxdur. Qaradəniz sahilində də getmək vəbşi maraqlıdır. Orada gəmi torla balıq tutur. Bilmirəm, görsədir yoxsa yox. Bir tərəf dağ, bir tərəf dəniz. Çox gözəl mənzərədir də. Çox. Dən saxlama gəlib çatıb yükləsinlər. Hər şey yaxşı olsun, gecikməyim. Elə bil ki, bugün yükləyib sabah gün ortaya qədər sənədləri alsam çox əla olar. Çünki elə olan halda mən 5-ci gün gün ortaya qədər Azərbaycan girmiş olacam. 5-ci gün Azərbaycan girəndə də sənədlərimi göndərib dazvol ala bilərəm. Yox, əgər 5-ci gün mən axşam və yaxud da 6-cı gün girsəm, bir də qalacaq 1-ci gündə. Yəni, rahat 2-3 gün gecikəcəm Rusiyaya getməyə. Yox, gecikməsəm, 1-ci gün mən Rusiyada Rastamoşkaya girəcəm. Oradan çıxan kimi də boşaldıb, geriyə, abratlı yük vurmaq lazımdır. Yəni, ən azı 3 gün gecikəcəm əgər şey eləyə bilməsəm. İnşallah ki, elə bir şey olmaz. Dağların içində binalar, evlər. Çox maraqlıdır bu ərazilər. Az qalmışam. 11 kilometrdən sonra yükləmə yerindəyəm. Gedim bu mənzərəni sizə də göstərim. O əvvəlki vlogumda göstərmişdim səhv eləmirəmsə, bu binaların dağın üstündə olmağı və binaların yanından tünelə bizim girməyimiz. Çox maraqlı görüntülər var burada. Yəni, çox gözəl mənzərə var. Yəni, mən bəlkə də sizə gülməli gələrəm mənə belə, sizə həvəslə baxmağım. Çox qəribədir. Yəni, burada dəniz, dağın üstündə binalar və dağın içindən biz keçirik tüneldən və onun üzərində də evlər. Yəni, mənim üçün çox böyük bir, maraqlı bir şeydir. Özdə tünelin uzunluğu 1,9 kilometr. 1,9 kilometrdir. Maraqlıdır. Çataq yükləyək.
Orada bayaq danışdım, gözləyirlər məni. Yükləsinlər. Bu Trabzona çatmamış sklad Trabzona çatmamışdı. Orada yükləyib Trabzonun içinə gedəcəm. Orada liman var, Trabzon limanı. Orada zatamoşka olacaq, gömrüklənmə olunacaq. Ondan sonra gömrüklənmədən çıxandan sonra Hopaya gəlib avansımızı götürüb, oradan da gedəcəyik üzü Gürcüstana, yəni üzü Azərbaycana inşallah. Yəni bu dediklərim içində heç nə məni yormur. Sadəcə olaraq bir dənə gözümə duran oldu ki, Türkdən Gürcüyə keçmək canlı növbə. Yəni ən çox yoran məni odur. Yoxsa başqa heç nə gözümə görsənmir. Rahatdır qalan hər bir şey. Xeyirlisi görək başımıza nə gələcək. Tunel bitir, tuneldən çıxırıq. Tuneldən çıxanda da bir-iki kadr çəkim, ondan sonra dayandırım. Bir də yükləmə yerinə çatanda çəkərəm. Üstü sağlıq biraz soyuqlamışam. Yəni boğazım falan ağrıyır. Sağ-salamat bu reysimizi tamamlasaq çox gözəl olacaq. Uzaqda samolyotlarda var. Biri belə gedir, ikisi belə gedir, biri bu tərəfə qalxır. Belə maraqlı yerlərdir. Türkiyədə yaşamaq istəyərdim bəlkə də. Yəni bu ərazilərdə. İstanbul, yəni eyni Bakı kimidir. İstanbulun böyük bir fərqi yoxdur. Amma yəni, buraları çox fərqlidir. Əsas yoldan çıxdım, indi yükləmə olan yerə gedirəm. 740 metr qalıb. Buraları tanımıram da mən. Tək mən deyil, heç kim tanımır buraları. Gedək bir dənə yükləmə yerini tapaq. Görək necə bir yerdir. Sanayi bölgəsi yazılıb buranın girişində. Hər yer yəqin ki burada ambarlar, skladlar, belə yerlər. Yavaş-yavaş qalxıram. Bax burada fındıq skladıdır yazılıb. Qabaqdan maşın gəlir, gözləyək keçsin. Sonra biz gedək. Karadeniz savunması. Elə bir ad yazılıb, bax orada. Buradan çox zavodlar, fabriklərdir. Plastik pəncərə. Düz qabaqda da bizim yük götürəcəyimiz yerdir. Xəritədə ora yoxdur, amma qabaqda var. Görüntünü söndürürəm, içəri girəndən sonra orada çəkərəm. Beyağdandan Kuruq eləyə qalmışam. Düşürdüblər mənə aşağı. Aşağıdan deyiblər, bu tərəfdən çıxışa yolu var. Yoxdur, bağlıymış, dal-dala gəldim, indi təzədən gedirəm. Orada balaca maşın gedir, indi onu dalıca gedirəm. Yarısını başqa ambardan, yarısını da başqa ambardan yükləyəcək. Daha doğrusu yarısını başqa yerdən, yarısını da gəlib buradan yükləyəcək. Görək. Mesela bunların işləri xoşuma gəlmir. Çünki etiketlər də hələ gəlməyib. Məni elə tələsdirirdilər ki, nə oldu. Heç etiketlər hazır deyil. Şeydən danışım, malın yiyəsi ilə deyim. Arıyorsun, saldırmıyor. Tuşlar demişken.
çıxarmadım əynimdən. İsti oldu deyə. Pəncərəni açırsan soyuq olur, bağlayırsan isti olur. Bu nə tər havadır bilmirəm. Yolda deşiklərə bax. Elə bir deşikləri qəsdən qoyublar ki, maşınlar düşsünlər o yağmalara. Hadi bu işləmə yəqin ki buradadır. Oğlum siz de alın beraber yapacağız mecbur. O bir tərəfdən maşına yüklənməyə boşaltdılar. Yenə bura çıxaracaqlar. Bütün mallar buradadır. Hamısı indi içəriyə hesab etiketlərini vurub yükləyəcəklər. Hələ ki temperatürü ölçməmişik malın. Mal temperatürü ölçsünlər, ondan sonra yükləməyə icazə verəcəm. Artıq az qalır, yükləyib qurtarırlar. Yükləyib qurtarsınlar. Amma bu səfərki yaxşıdır. O səfər apardığım çox hündür idi. İçəridə havalandırma yaxşı olmurdu. Xalabilə qəziyyət çəkmişdi. Amma bu səfərkidə İndi bu çox qəşəngdir. Əla işlədir xalabilə qəziyyət çəkməyəcək. Deməli, indi yükləyib çıxıram. Saat 7-nin yarısıdır. Yüklədik, qurtardıq. Deyilənə görə 20 tondan aşağıda 19 ton yarımdır yükün çəkisi. İndi görək dedikləri kimi çıxacaq yoxsa yox. Bayaqdan orada biraz problem yaşayıram. Düz yükləməyə başlamamışdan əvvəl deyirəm ki, balığın temperaturunu ölçək, görək nə qədər verir. Çünki minus 18-dir, mənfi 18 dərəcədən yuxarı olduğu zaman götürməməyə haqqımız vardı, yükü aparmaya bilərik. Əlində xarab şey gətirib termometr. Saldı, yazıldı 18.4. Ola bilməz də, yəni balığa yerləşdirən kimi 18.4 verə bilməz. Dedim, qardaşım onu oradan çıxart, başqasına taxaq. Çıxartdı, əlimdə belə tutmuşam, temperatur düşmür. 18.4-də də qalır, əlimin istiliyini götürmür. Dedim, bu işləmir, başqasını gətir. Başqasını gətirdi, o da qaldı elənciyinə, o da işləmədi. Daha doğrusu yox, başqasını gətirdi, onunla yoxladıq, çıxdı 13, minus 13, minus 13 çıxdı, mənfi 13 dərəcə çıxdı. Ondan sonra bir dənə də balığı yoxladıq, 2 dənə də balığı yoxladıq, minus 17-ni verdi. Yığdım malın yiyəsinə, dedim, özünə məlumatı oldu, ondan sonra yükü götürdüm. Yoxsa elə olan halda mən yükü götürmürəm. Çünki məndən Moskvada o yükü tələb eləyirlər. İndi buradan necə keçim? Buradan necə keçim?
Hər kəs özünü bir düşünür, qarşısını düşünmürlər ki, valla. Bu normal hamı nətər sıxıb saxlayıb, sən də elə sıx saxla da. Orada maşın var, o maşın böyrünə verib saxlayıb. Mən nətər keçim yaxşı? Özünüzü düşünürsünüz, məni düşünmürsünüz amma. İki dənə maşın qalıbmış, onlar çıxmaq istəyirmiş, çıxa bilməmişlər. Ya sabır. Hədə beləsinə təhvil aldım. Görək Moskvaya qədər hansı temperatur olacaq. İndi bu səfərki yüküm yaxşı oldu. Hündürlüyü azdır. Hündürlüyü çox olanda içəridə hava oynaya bilmir. Tez-tez Attayikaya gedir, difroza gedir xaladelnik. Ondan sonra problem yaşayıram. Problem yaşamıram, əslində xaladelnik əziyyət çəkir. Elə bil ki 1 saat işləyirdi, 40 dəqiqə Attayikaya gedirdi. 1 saat işləyirdi, 40 dəqiqə Attayikaya gedirdi. Çatdırmırdı xaladelnik, özünü ərdə bilmirdi. Amma indi yaxşı işləyəcək xaladelnik. Çünki temperatur balığın hündürlüyü azdır. İndi biz gedək harda dayanaq, harda saxlayaq, harda yataq. Səhər saat 9-da gələrsən limana. Tez geçsəm artıq pul ödəyəcəm. Nə bilim, görək də, gedək yavaş-yavaş. Görək bir yer tapıb saxlayıb yata bilərik. Əsas yeməyə yer olsun, çünki mən azam yemək yeməmişəm. Limanın konumunu qoşum. Görə burada neçə kilometrdir? 23 kilometrdir buradan. Çox da uzaq deyil, Trabzon içərisidir. Görək. Yolun qırağında bir yer tapa bilirik saxlamağa. İnşallah ki çəkilişi bəyənərsiniz. Gecə görüntüsü biraz fərqli olur. Körpüyə çıxıb. Türk yığır. Alo. Alo. Efendim abi. Kardeş arabanın ön resmini çek at bana da. Ön resmini çekmeyi unuttum ya. Önünü? Önün resmini çek at bana da. Tamam. Arabanın önünü. Tamam abim, tamam. Sana zahmet. Bu kim idi ki mənə zəng elədi? Yəqin orada yükləyənlərdən biridir. Maşının məndə qabaq şəkli olmalıdır, onu atım ona. Yolun qırağında səliqəli yer olsa, elə saxlayardım. Görək. Tır sürürsən də, nə olar? Yol ver. Hə, sağ olasın, başa düşdü. Çünki sənin olsa sağın, solun boşdur. Yəni sola çəkə bilərsən biraz. Mən rahat çıxa biləm. Hə, yolumuz liman tərəfədir. Yəni oralıqda bir yer olan kimi saxlayıb yatacam. Oralığa bir yaxın. Yəqin ki videomu burada yekunlaşdırıram. Sabah davamını çəkərəm. Sabahınız xeyir. Biraz gec durmuşam. Əslində saat 9-da orada olmalıydım. İndi yavaş-yavaş gedirəm. Biraz yuxuluyam, bilməm nə danışacağam. İndi yavaş-yavaş gedirəm ora, limana. Dedim ora çatım. Gömrük işlərini başlasına həlləməyə. Əslində mən
Gec durmazdım. 20 dəqiqə gec durmuşam. 20 dəqiqə yox, 1 saat gec durmuşam. O da ona görə ki, yata bilmirdim gecə. Gecə saat 3-də durmuşam, bir də 6-da yatmışam. Necə bu təzə olub məndə. Mən gecə düzəməlli yata bilmirəm. Gedək bax oranı belə fırlanaq. 19 kilometri var. Çox gözəl hava var, yəni elə bir yay havası. Düzdür, hava soyuqdur, amma görüntü yay havasına oxşuyur. Qaradəniz sahili, bulutsuz səma, sol tərəfdə günəşimiz çox qəşəng görsənir. Temperatur +8 dərəcədir. Dünən yükümüzü yüklədik. Burada gömrüyü eləyən qardaş dedi ki, gəlmə də gömrüyə, limana gəlmə. Çünki tərəziyə əlavə artıq pul verəcəksən. Mən də getmədim. Onun əvəzində burada mağazində çoxlu pulum getdi. Bir çıxaq tərəziyə orada. Görək neçə ton gələcək yükümüz. Belə mənim maşınımın çəkisi ümumilikdə 8 ton 200, 9 ton 300-dür. O da eləyir 17 ton yarım. Bunlar içindəki salyakənə mənlə bərabər deyə 18 ton bizik. 18 ton biz olduğumuz halda orada gəlməlidir. Əgər yükümüz 19 ton yarımdırsa, onda gəlməlidir 37 ton yarım. Aleykümselam. Abi dün yüklədim. Limana dün akşam gitmedim, dediler gelme. Şimdi limana gidiyorum. Gümrükleme işleri için. Bilmirəm indi kamerada mənzərə zad necə görsənir, amma çox gözəl görüntüdür. Mührü orada taktılar ama bende fotoğraf var. Çekip yollarım şimdi. Rul arkasında telefonla oynamak olmaz.
ora qədər bu yolu çəkim. Amma sakit bir yolda maraqsız olacaq. Musiqi də qoya bilmirəm. YouTube telif haqqı verir. Özümə yoxlayam deyə danışmağa çox söz tapa bilmirəm. Ona görə videonu bağlasam daha yaxşıdır. Qabaqdan mən bilən tunel olmalıdır. Yox, tunel yoxdur. Tunelə girib dağın o tərəfindən çıxmalıyam da mən. Deyəsən. Elə bir şey olmalıdır, səhv eləmirəmsə, yoxsa elə bir şey yoxdursa, işlə. Bura Trabzondur da. Bura Trabzondur. Gedək limana. Görək nə olur. Buradan balaca maşınlar üçün sağa liman verir deyəsən, yoxsa bilmirəm nə deməkdir. Hə. Balaca maşınlar üçün. Çünki mən sağa gedə bilmərəm, şəhərin içidir sağ. Qəşəng binaları var. Rəngli. Daha bu yük maşını keçəm. Konkret şəhər dağın üstündə inşa olunub da, dağın. Deyəsən buradan biz tunelə giririk. Hə. Buranın limanı belə bir yerdir. Yaxşıdır, burada boşluqdur. Samsun limanında yer yox idi. Girdim limana. Sənədlərimiz adım hər bir şey verdim. İndi görək yeməyə bir yer tapaq. Gedək yemək yeyək. Axşamımız xeyir. Mən hələ də buradayım, çıxmamışam. Hələ də limandayım. Limanda bir dənə balaca kafetariya kimi bir yer var idi. Yəni kiçik bir yer var idi. Tosta satırdı. O da bağlıdır. Acam. Dedilər get qabaqda, o birisi çıxışdan çıx. Orada yeməkxana falan var. Mən də gedirəm ora. Maşınımız da burada. Gedək görək nə tapıb yeyirik. Heç nə. Yalandan o boyda yol getdim. Çıxandan sonra bir getdiyim qədər də bir dənə yol getməliyəm. Demək, cəhənnəm olsun. Cəmaat burada işləyənlər harada yemək yeyir? Necə yeyirlər? Bu nətər limandır. Bu boyda liman ola, burada bir dənə yemək yeməyə yer olmuyor. Saat 4-də kafe bağlanar. Mən başa düşə bilmirəm vallahi. Yəni buradakılar insanlar nə yeyirlər, necə qidalanırlar. Yaxşı 2 dənə tualeti var vallahi. Yəni o da olmasa, yəni dənizin qırağından çəkilmərik də da. Bu boyda yol yalandan get. Təzələn indi qayıt dala. Gedim maşına, nə bilim, bilmirəm. Nəsə sinikəsə zaten nəsə yeyərik. Mən sənədlərimi aldım. Saat 19:46'da. İndi maşın biraz hava yıxsın. Yavaş-yavaş tərpənək, Hopaya gedək. Hopada yatacaq. Sabah günorta avansımı götürəcəm. Ondan sonra keçəcəm gömrəyə. Əslində sənədlərə bugün gec verməkləri yaxşı olmadı. Tez versəydilər mən çox rahat şəkildə Moskvadan evə qayıda biləcəkdim. İndi biraz çətinləşəcək, çünki belə deyim, bugün ayın 18-idir. Sənədləri bugün günorta versəydilər, 19 günorta, yəni 24 saatdan sonra mən olacaqdım Azərbaycanda.
dazvolumu götürə biləcəkdim. Dazvol çünki 5-ci günləri son gündə 6 bazar işləmir. İndi bu gün axşam verdilər deyə. Əslində indi mən gedəndə pulu götürə bilsəydim, gecəni keçərdim, yatmadan sürərdim gömrüyü, Gürcüstanı, Azərbaycan keçərdim, yenə dazvol ala bilərdim. Biz avansımı sabah gün orta birdən tez verə bilmirlər, bu gün yəni verə bilmirlər, ona görə heç də məcbur gözləyəcəm, sabah götürəcəm pulu, girəcəm gömrüyə, çıxacam. 6-cı gün orta falan olacam Azərbaycanda. Bazar günü heç birinci gün dazvolu götürüb çıxacam yola. Əgər mən dazvolu 5-ci gün götürmüş olsaydım, birinci gün mən Moskvada malı boşaldacaqdım. Qismət evi yoxdur. Belə lazım deməli. Birinci gün mən malı boşaltsaydım 4 günüm olurdu geriyə yükləmək üçün. İndi isə mən 4-cü gün malı boşaldacam, geriyə yükləməyə bir dənə günüm qalacaq, o da 5-ci gün. Xeyirlisi inşallah yaxşı olar. Görək də, yolçu yolunda gələk. Tərpənək yavaş-yavaş. Kameranı söndürəcəm. Çünki oradan qapıdan keçəndə bir dənə nəsə dib eləyərlərdi kameraya görə. Ona görə istəmirəm, problem yaransın. Hopaya gedirik də, hopa. Artvin, Kasımpaşa. Neyse, bura hopa yazım. O dəqiqə şey eləyə bilməyəcəm. Ay yaşa bax. Hopa buraymış. Bir de 172 kilometre yolumuz var. Çıxmışıq yoldayıq. Bura Trabzon'dur. Trabzon'dan gedəcəyik Hopaya. 161 kilometr. Gedək orada yataq. Heyif, hər şey plan üzrə gedirdi, biraz belə axsaqlıqları oldu. Yine qismət. Bəlkə daha yaxşı olacaq, qismət budur da. Ramada Plaza. Reklam eləyək. Saat 8'dir. Hələ də maşın sıxlığı var. Bura əslində yəni şəhər getmir də, yəni rayon gedir də. Bizim dildə desək. Rayonda necə olur hələ də? Çox maşın olur yolda. Gözəli bir sən nədir burada? Yəni mən onu kinayə ilə deyirəm də, ən gözəli. Yəni elə istəyən sürətlə sürürlər də. Yolun sağında 40-la gedən ki, solda 110-la gedən ki. Yəni başa çıxmaq olmur. Biz də solla gedə bilməliyik, ancaq sağla getməliyik. O da sağla gedirsən, yavaş gedirlər, sola keçirsən, imkan vermirlər keçməyə, nə bilim, biraz qəribədir. Arsin, Rize, Batum. Mən dünən Arsində qalmışdım, Arsində yükləmişdim. Deməli, mən niyə keçdin? Niyə indi sürətini yavaşladırsan? Mən başa düşə bilmirəm də. Gedirdin də bölümdən. Get arxamdan sağa keçdə, sağa gedəsən. Qabağımdan keçib sürətini niyə azaldırsan?
Birin-birinə ilə qidalanırlar valla. Kaşüstü Kavşağı, alt keçid köprüsü. Hə, belə işlər. Neyse, mən gedim yolumu. Siz də bu arada kanala abone olun. Kanala abone olun. Like eləyin, bəyənin, yorum yazın, rəy yazın. Dostlarınızla paylaşın. Dəstək olun da bir sözdən. Bu il 2025'in son reisidir bu. Buradan Moskvaya getməliyəm. Qismət olsa Moskvadan da geriyə yük vurmalıyam. Ya Azərbaycana vuracağım, ya Gürcüstana vuracağım. Görək. İnşallah ki yük taparıq. Axşamınız xeyir. Dedim tez bunu çəkim. Baxın, yuxarı yazılıb denetim istasyonu. Bunlara mütləq bu yolda gedənlər mütləq bu tərəzilərdən keçin. Keçməsəz cəriməsi var. Yəni onlar sizə bir şey eləmirlər. Sadəcə tərəzidən keçməlisiniz. Vəssalam. Yavaş, xırda sürə tərəzidən keçməlisiniz. Bura bağlı olduğu halda, qabağına onsuz da dubalar yerləşdirirlər. Bu qırmızı şeylərdən qoyurlar. Deyirlər ki, məsələn işləmir. Amma qoymayıblarsa mütləq şəkildə saatda 5 kilometrdən yuxarı olmamaq şərti ilə yavaş-yavaş buradan keçmək lazımdır. Onsuz da oradan keçəndən sonda şeyi göstərir. Çəkini göstərir ki, maşında neçə ton çəki var. Əslində gözəl şeydir də bu. Maşında bilirsən, ən azından postların üzərindən nə qədər çəki düşür. Düzdür, burada cəmləyib göstərir. Amma yenə də sürətin 5 kilometrdən artıq olmamalıdır. Belə yavaş-yavaş keçməlisən. Və orada yazılıb. Burada yavaş-yavaş keçirsən. İndi orada bax çəkim 39 ton 180 kiloqram. Amma mən Trabzonda limanda tərəzidə çıxanda çəkim olmuşdu 39 ton 50. Burada 39 ton 180 yazır. 130 kiloqram artıq yazır. Əslində tamına 39 ton olmalıdır. Çünki ən azından oradan bura qədər mən salyarka işlətmişəm. Nə bilim, maraqlıdır. Hopaya öncə 3 kilometrim zadım qalıb. Gedim çatım. Mən harı saxlayacağımı sizə göstərəcəm. Buraları video bağlayayım ki, çox uzun olmasın da bura o hissələr. Qaranlıqdır olsun da. Mən buralıqda saxlamalıyam. Əslində istəyirəm yolun o tərəfində yer tapım saxlayayım. Burada bir dənə yer var. Yeri bəzi yerə gözümə yaddaşımda saxlayayım ki, göz yaddaşı saxlayayım ki, fırlanıb geri qaydanda gəlim orada saxlaya bilim. Orada yer varsa. Bax, burada gör nə gözəl yer var. Superdir. Bax, bura mənimdir. Tez gedim fırlanım, gəlim burada saxlayayım. İnanmıram mən gəlinə qədər kimsə saxlayayım. Əla yer tapdım. Tez gedək oradan gəlir. Çünki bax, buralıqda gəlib saxlayıram. Səhər polislər gəlib durğuzurlar. Oyadırlar yuxudan. Ona görə də elə istəmirəm oyanmaq. Dedim bu ən rahatı. Fırlanıb gedim bura saxlayayım. Ay Canzavur, kamera açıqdır, video çəkirəm. Necəsən qardaşım, sağ salamat, Allah yolunu açıq eləsin. Sağ ol qaqa, çox sağ ol. Hopaya çatdım, indi buradan geriyə fırlanım. Orada bir dənə yer tapmışam ki, bura saxlayacağım. Neyse, sən də yaxşıca mənə çatlamasın. Yaxşı qaqa, yaxşı, danışarım. Dedim
Şəkləşirəm. Öyle də deyir, necə sən qardaşım? Həmişə normal belə danışırıq, prosta da. Bura Hopadır. Sabah abeddə, yəni günorta buralığa gələcəm. Gəlib buralıqda avansımı götürəcəm. Ondan sonra düz Gömrüyə. Sola power yandırmışam ki mən birinci zolaqdan birbaşa dönə bilmərəm də, ikinci zolaqdan rahat dönüm, bilsinlər. Nə oldu ya bu svetofor? Yandır day. Xaladikimiz işləyir qaydasında. Bir dəfə də olmayıb ki, mən burada svetofor'a düşməyim də. Yəni yoxdur da belə bir şey valla. Yanda da yanda. Mərkəzi Trasniki necə bu qədər svetofor yana bilər? Ben buradan sola dönüb yenə də yanacam svetoforda. Çünkü yani her yer svetofor. Dayanak burada da biraz. Bu seferki yükümüzün hündürlüğü azdı diye Xaldinik çok rahat işləyir. Keçən səfər hündürlüğü çox idi. Xaldinik çox əziyyət çəkirdi. Mesela orada Bakıda maşın saxlayıb, tır saxlayıb. Onlar da çıxaracaqlar oradan. Çünki burada dayanma durma znakı var. Nişanı var. Və yerə dubalar bastırıblar. Bu əzlənlərdən. Onlar da onun üstə çıxıb saxlayıblar. Səhər saat 9-8 olan kimi polis maşın gəlir. Signallayır. Buranın yolları nə gündədir. Signallayır. Onlar hamısını durğuzur. Ki gəlin maşınlarınızı çəkin. Gedəyim maşınımızı saxlayaq orada. Sonra biraz telefonla qurdalanıb yataq. Bam 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 bara bam 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 bara bam bam bam. Mən bir yer tapdığım yeri itirməyim. Nereden geldi dayandı burada? Yok idi axı burada maşın. Ama maşın nətər görmədim bəyək? Maşın yok idi da burada. Ha, çıxır. Gəldin, mən arxama girdim belə, mən görmürəm o. Hələ balaca maşına bax ora. Nəyə girirsən ora? Hə, mən indi burada çıxacam üstüvə.
Bunlar ağıllıdırlar da, yəni bunlar bizdən çox ağıllıdırlar. Tır dayanır, bu indi ağıllıdır da. İndi buradan basıb girir də araya ki, yəni bu bombadır da. Bağışlayın da, əsəblərimi cilovlaya bilmirəm belə olanda. Yəni bu balaca maşın sürənlər hamısına şamil eləmirəm. Sadəcə olaraq yəni nə düşünürlər, hərəkət edirlər, ona anlam verə bilmirəm. Yəni nə düşünürdün ki, sən indi ora girəndə? Nə bilim, söz tapıb deyə bilmirəm ki, belə insanlara valla. Məsələn, burada mən gəldi bir yaxşı gördüm ki, heç nə dayanmayıb da. Gördüm ki, bir dənə Tofaş gəldi. Tofaş gəldi, gördü ki, mən avaraka yandırdım, bura girmək istəyirəm. Sağ olsun, çıxdı, getdi. Bu birisi o boyda yolda tır dayanıb. Gözləyir də, yəni qabaqda maneə var da, bu gözləyir. Elə həmin yerə boş yer taban kimi dürtür özünü. Ya, bunlar nə deyib yaşayırlar bu həyatda, nə fikirləşib yaşayırlar. Aşağı aça bilmirəm. Mənə belə çox dala qabaq eləməyimin səbəbi də odur ki, həm dəmirə yaxınlaşdıram, dəmirlərə yaxınlaşdıram, həm də biraz qayçılıyıb saxlayacam ki, temperatur zadı görə bilim də rahat. Ay yaşa. Buradan indi bilmirəm nə dərəcədə görsənir. Kameradan orada yumru şey var. Güzgüdən baxa bilərəm temperatura. İndi elə sizinlə bərabər düşüb baxaq temperatura görək. Temperatur nə qədərdir xaladenikimizdə? Xaladenik necə işləyir? Yəqin ki, orada başımdan çıxardaram, kameranı ilə göstərərəm. Gəldiyi sağ salamat saxdı, maşını saxladım, yox, çox qayıtlamışam, düzəldəcəm. Əyri dayanım maşın. Əyri dayanım maşın, çox qayıtlamışam, düzəldəcəm onu. Hopadayıq, sabah avansımızı alaq, gedək üzü Gürcüstana. Gecəniz xeyrə. Hər kəsə salam. Saat 3'ə işləyib 22 dəqiqə Türkiyə saatı ilə. Pulumuz adımı aldım, indi gedirəm qapıdakı canlı növbəyə. Dedim qabaqdan fırlanacam, geriyə qayıdacam növbəmi götürməyə. Demelimizi taxaq. Trabzonu bugün tərk edirik. Hava istidir, plus 18 dərəcədir. Bir də qabaqdan fırlanaq gələk növbəmizə. İnşallah ki, canlı növbədə çox maşın olmaz. Dəniz təmiz görsənir. Hava isti olardı, dənizə çimərdik.
İndi orada svetofor yaşıldı da. Bu satmamış yenə qırmızı oldu. Bu nə bəladır, mən belə düşmüşəm. Bilmirəm, indi gün düşür. Monitor necə görsənir? Monitor nədir? Kamera necə çəkir? Amma mənim zənnimdə yaxşı olmalıdır. Aha, yaşlı oldu bura. Orada yaşlı oldu. Tez oradan dönə bilsəm əla olar. Dönəcəm, dayanmayacam da ola. Azərbaycan maşınlardır, bax bunlar. Sıranı alırlar, orada yer olmur gözləməyə. Ona görə şey eləyirlər. Gəlib buralarda dayanırlar. Çünki oranın dayanmaq yeri balacadır. Yəni, stayankası az maşın tutur. İndi bilmirəm sırada nə qədər maşın var. Bəlkə də bir 800.000 maşın var rahat. Mənim yüküm Skaraport, yəni öncəlikli yük olduğuna görə mən tam axıra qədər gedə bilirəm. Sadəcə gelib canlı növbəyə dayanacam. İnşallah. Yəni bax, niyə mənə keçməyə çalışırsan da, onsuz da orada yol balacalaşacaq, tək yola keçəcəyik. İşlər gücləri ancaq yəni yarışsınlar, yəni mümkün deyil də, Allah haqqı. Biraz azlığım var. İndi görüm, orada bir də görsən yolun qırağına gəlir də dürüm satır qaqaş. Görüm ondan dürüm alıb yeyə biləcəm. Tələsirəm deyə burada girib şey almadım. Nə idi onun adı? Tost almadım. Mən tostu çox sevirəm. Burada özdə tostlar çox qəşəng hazırlayırlar. Bəyə Hopanın içindən getmişdim. Bilsəydim, kameranı götürərdim, orada çəkiliş eləyərdim. Deməli, Hopanın içində dolmuşa mindim, gəldim mərkəzə, çarşı deyirlər bura. Pulu götürdüm, avansı götürdüm, 1 saat gec verdilər. Bilməyəm bunlar necə insanlardır. İçəridə pul var, iminnoy mənə göndərilən pulu qeyb götürməlidirlər. Girdik bura Axıncı parkdır, bura avtobus parkı deyirlər. İçəri girdim, Artvin kartı verdim, bir də T1'i verirsən kopyasına. Sonra burada təzən çıxışdır. Ora girişdi, kullanırsan təzən çıxışa, burada da 970 TL'ni ödəyirsən və sıram, gəlsən canlı növbəyə, bu qədər. Canlı növbə, inşallah caz olar, rahatlıqla keçərik. Saat hal-hazırda 15.46 Azərbaycan saatidir, 14.46-da buradadır. Saat 3-dən elə bir ki, növbəyə dayansaq, görək nə zaman keçəcək Gürcüstana. Xeyrlisi ilə. Çıxışda da 1600 TL ödədik. Və o qabaqda görsən binalar Batumdur. Bilmirəm, indi kameradan görsənir yoxsa yox. Uzaqda görsən binalar Batumdur. Ödədik 1600 TL'ni. İndi gedirik canlı sıraya dayanmağa. Nə olar? Yalvarıram. Az maşın olsun orada. Tez keçək. Görək inşallah necə olur. O sefer yadımdan çıxıb da sıra hardan başlamışdı. Görək də. Az olsa bayramdır. Tez keçəcək. Çox olsa hüsrandır. Və elə bir çox düz oraya qədər gedilməlidir. Bax, sırayla. Nə bilim, görək də. Rovunda demək olar saat 3-də dayanacam sıraya. Görək saat neçəyə qədər. İnşallah yaxşı olar.
Mən bilən buralardan dayanmışdıq o səfər. Yoxsa yox. Vallahi yadımda qalmayıb. Heç yadımda qalmayıb ki, biz buralara dayanmışdıq, yoxsa yox. Yox, mən də dayanmamışıq, çünki oralardan gömrüyə çoxdur. Yandex tapsaydım tez bazar. Allah. Hayda. Sınır kapısı. Bak bura. Ha yox, mən buraların dayanmamışam. 6 kilometre var ya hələ. Ha yox, mən səhv dedim. Deyirəm də, buralarda da deyil sıra. Həmin vaxtı 3 kilometre qalmış dayandıq. İndi kameranı qoşmaq olar. İndi qabaqda sıranı görəcəyik. O tunelin içindən sıra başlayacaq. İnşallah az olar. Bugün cümə günüdür. Görək nə gözləyir bizə. Bu tələyə çıxandan sonra. Yemək satan idi, o getdi. Burası sıradır. Yoxsa elə bir dayanıb o tent. Ha, sıra deyil. Çünki orada sıra buradadır. Tam tamına 2 kilometr. Amma yəni o səfərkindən azdır. Yenə şükür, yaxşı qurtardıq. Tam tamına 1.9 kilometr sıra var. Bax, sıra tam burada bitir. Burada sıra bitir. Saat 15:00. Bakın 15:00. Bu da canlı növbə. İçəridə trenden içəriyə qədər gedir. Bu da çıxırıq. Gömrükdən üzü Trabzona gedirik. Bax, bu da orada. Bu həmin yoldur. Buradan keçəndə həmişə burada dayanan maşınları istəyirəm ki, qaydında biz də burada dayanacaq. Bu da bizim canavar. Bir də bu yetimi mən qismət olmadı da yürüdürüm. Çalışacağım yürüdürüm, görək də. Axşamımız xeyir. Saat artıq 7 olur. Doğun 4 saata 2 kilometre yolu gəlmişəm. Saf gömrüyü. Bilməmli. Yazı oxunur yoxsa yox. Dörd saata növbəm çatdı, canlı növbə. Biraz burada dalaşdım, elədim. Ətraflı məlumat verəcəm. Yəni mən buranı belə bilməzdim də, buranın gömrüyünü. Öz başım qarşısın deyə Netflix'dən Grinch'i qoşmuşam, Grinch'e baxıram. O da imkan vermədilər baxmağa. Gömrüyü keçim, yolumuz qırmızı körpüyədir. Rovunu 5 saata, Rovunu tamına 5 saata
Keçdim Gürcüstana. Ay zülümlə, zillətlə. Biraz da bayaq dedimdə dalaşdım, elədim. Yolda barədə danışaram sizə. Şeyində yaddaşında yer qalmayıb, kameranın yaddaşında. Gələ onları telefona köçürdüm. Ondan sonra yenə çəkilişə başlayayım. İndi gedirəm həkimdən keçim. Sənədləşmə rəsmindən sonradan çıxıb gedirəm Qırmızı Körpüyə. Hər kəsin gecəniz xeyir. Saat gecə 3 tamam 4:25-də geçdiyib. Hələ ki biz yoldayıq. Tamına 168 kilometrimiz qalıb. -5 dərəcədir. Hava belə olmasa əslində yaxşıdır. Çünki donmuş bir məhsul aparırıq biz. Yol bombalanmış, məndən başqa heç kəs yoxdur. Olsa da tək düşün maşınlardır. Dəngədək sağ-salamat çataq Qırmızı Körpüyə. Növbəmizi götürək. 2 saatdan sonra girək, gömrüyü keçək. Xeyrisi ilə. Həftənin 6-cı günüdür. Yəni şənbə günüdür. Dazvol götürə bilməyəcəyik. Bazar ertəsi dazvol götürüb yola çıxacaq. Yəqin ki vlogu yekunlaşdıracağam. Qırmızı Körpünü keçəndən sonra Bakıya qədər çəkməyəcəm, çünki çox video çəkmişəm. Telefon yaddaşında da yer qalmayıb. Yer qalmadığı üçün o videoları birləşdirib düzəldə bilmirəm. Ona görə yekunlaşdıracağam. Yəqin ki ürəyiniz olar. Siz də kanala abunə ol. Bu sözü mən niyə deyə bilmirəm. Kanala abunə olmağı, rəy bildirməyi, bəyənməyi, paylaşmağı unutmayın ki mənə dəstək olasınız. Biraz da kanalımızı böyüdək. Biraz yorğunçuluq var, ona görə enerjisiz danışıram. Amma belə hər şey yaxşıdır. Vətənə doğru yol gedirik deyə hər şey əladır. Havanın -5 dərəcə olmasına baxmayaraq yol tərtəmizdir, yağış falan yağmadığı üçün yolda sürüşkənlik yoxdur, rahat getmək olur. Bayaq sizə bir şey danışacaqdım, onu danışım. Deməli, nəyə əsəbləşmişdi bayaq, nə başıma gəlmişdi. Bildiyiniz kimi Türkiyədən Gürcüstana keçmək üçün canlı növbədə dayanırıq. Canlı növbədə dayanmışıq, hər şey qaydasında, sırayla gedirik. Axırıncı tünelə çata-çatda hərəkət konkret dayandı. Baxıram ki, arxadan maşınlar gəlir, sol tərəfdən də, sol zolaqla. Gəlir, bizim qabağımıza keçirdilər. Gəlirlər, bizim qabağımıza keçirdilər. Deməli, bir adamlar var. Onlar deyəsən, yəqin ki, pul qarşılığında onları önə alırlar. Bezotçiretdə, yəni növbəsiz keçirdilər onları qarşıya. Nə qədər pul alırlar, nə alırlar, necə elə bilmirəm. Ona belə ki, onlarla dalaşdım. Yaxınlaşdım gömrük işçisinə. Polis falan çağırdılar. Mənə hədələdilər. Polislər hədələmədi ha. O dalaşdığım insanlar hədələdi. Yəni biz buralıyıq. Sən bizə bir söz deyə bilmərsən. Həmişə olduğu kimi şoferlər birliyi olduğu kimi heç kəs mənim yanıma gəlmədi. Yalnız başıma onlarla söhbət elədim. Yəni onlar yenə öz bildiklərini elədilər. Bu işdə şoferlərin, sürücülərin birliyi yoxdur. Kim nə deyilsin, ay belə var, ay belə var, elə bir şey yoxdur. Yəni mən orada tək düşüb onlarla söhbət edib, onlarla dalaşırdımsa və mənim yanıma heç bir sürücü gəlmədisə, heç bir şofer gəlmədisə, yəni heç bir birlikdə söhbət gedə bilməz. Ona görə də yəni bu işdə mən
təkliyə daha çox üstünlük verirəm. Yəni harasa gedəndə belə ikinci bir maşından getmirəm. Tək gedirəm, tək də gəlirəm. Nəsə bir başıma hadisə gələndə onu tək həll eləyirəm. Kimləsə nəsə ummuram. Yolda qalanda kimsə çalışaram, Azərbaycan maşınısa köməklik eləyərəm. Amma yəni digər maşınsa artıq onlara da dayanmıram. Çünki yəni dəymir. Belə bir momentlərdə səni tək qoyurlarsa, onlara da yardım ehtiyacı olan vaxtı mən onlara yardım etmirəm. Vəssalam. Daha da sizi yormayayım bu mövzu ilə. Yolumuz Qırmızı Körpüyədir. 162 km yolumuz qalıb. Gedək ora çataq. Gömrüyü keçək. Videonun yekunlaşdırım və mən Bakıya doğru hərəkət edeyim. Axşamınız xeyir. Gəldim, çatdım. Çox yuxuluyam. Ona görə video çəkmək yadımdan çıxdı. Yəni başıma taxaraq. Dedim qoy videoda heç olsa mən özümü də görüm. Saat 5:44-dür və mən çatmışam. 2 saat vaxtım var, yatım. İnşallah davamını çəkəcəm. Hər birinizə sabah xeyir olsun. Video çəkmək yadımdan çıxdı. Yuxudan oyatdılar. Elə sürdüm, gəldim, Gürcüstan gömrüyünü keçdim. İndi üzü Azərbaycan gömrüyünə tərəf neytralda sırada dayanmışam. Görək. Bunlar bizi Haçana qədər buraxıb qutaracaqlar. Hər kəsə bir daha salam. Mən artıq Azərbaycandayam və üzü Bakıya tərəf gedirəm. Hər şey qaydasındadır. Gömrüyü falan keçmək, eləmək hamısı qaydasında oldu. Biraz sənədlərimizi gec gətirdilər. Amma heç bir problem olmadı.